İqtisadi baxımından çox kiçik rəqəm görünə bilər, 5.7%-dir. Amma biz hər zaman təkrarlayırıq ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir. 5.7% kiçik səslənə bilər, amma qeyri-neft sektorunda bu ciddi paya sahibdir. Azərbaycanda kənd təsərrüfatı ümumdaxili məhsulun 5.7% miqdarındadır. Düzdür, bu illər ərzində dəyişir, amma 5-6% ətrafında hər il cüzi miqdarda artaraq hərəkət eləyir. Bu da ki, ümumi məhsul istehsalı olaraq desək 13 milyard, amma GDP-də dəyəri 7 milyarda yaxındır. Nəyə görə bunu deyirəm? GDP-də 7 milyardlıq bir məhsul olsa da kənd təsərrüfatının əlavə dəyər yaratma potensialı var ki, həmin o 7 milyardlıq məhsul müxtəlif əlavə dəyər yaradan məhsul istehsalından ümumi iqtisadiyyata 12-13 milyardlıq bir effekt yarada bilir. Və bu kənd təsərrüfatının iqtisadi cəhətdən mövqeyidir. Amma kənd təsərrüfatı Azərbaycan üçün bir də sosial strateji əhəmiyyətə sahibdir. Çünki ümumi GDP-də payı 5.7% olmasına baxmayaraq əhalinin məşğulluq səviyyəsinin 36%-ə qədər yer tutur. Yəni Azərbaycanda çalışan vətəndaşların 1/3 kənd təsərrüfatı ilə birbaşa əlaqədədir. Biz indi əsas parametrlərdən danışdıq. Ümumdaxili məhsul istehsalı və əhalinin məşğulluq səviyyəsi baxımından daha dərin insək iqtisadiyyatda bir də kənd təsərrüfatının ixrac və valyuta daxil olması baxımından önəm vardır. Belə ki, Azərbaycanda qeyri-neft sektor üzrə ixracın 35% kənd təsərrüfatı və kənd təsərrüfatı emalı məhsullarının payına düşür. Keçən il 2024-cü ildə Azərbaycanda 1.4 milyard dollara yaxın bu segmentdə məhsul istehsal olunmuşdu və bunların da təxminən 60%-i sırf kənd təsərrüfatı təyinatlı və belə deyək ki, emal olunmamış, ilkin emaldan keçmiş məhsullar, daha çox biz bunlara xam mal deyə bilərik. 400 milyon dollar isə daha çox emal olunmuş və paketlənmiş qidaların və məhsulların payına düşür. Bir də növbəti sosial və strateji baxımdan əsas faktorlardan biri əhalinin qida təhlükəsizliyi baxımından önəmlidir. Azərbaycan bu sahədə dünyada qida təhlükəsizliyini təmin edən ölkələr siyahısındadır. Bir çox məhsullarda bu 100%-in üstündədir, bəzi məhsullarda hələ də əksik var. Deyək ki, meyvə-tərəvəzdə bir çox segmentlər üzrə 100%-dən yuxarı biz meyvə-tərəvəz öz daxili tələbatımızı ödəyir. Çox cüzi miqdarda subtropik bölgədə bitməyən bəzi məhsulları biz ixal edirik. Təbii ki, deyə bilərlər ki, alma da ixal edirik. Ola bilər bizdə olmayan hansısa bir sortlar və yaxud da ki, əhalinin xüsusi bazarlarda satıla bilən hansısa bir məhsullar ixal olunur. Amma ümumi götürsək, meyvə-tərəvəzdə Azərbaycan özünü tam təmin edir və ixrac edir. Ən zəif olduğumuz nöqtə buğda və ət məhsulları üzrədir. Buğda və un və ət məhsulları üzrədir. Buğdada da iki segmentə bölərik. Azərbaycanda kifayət qədər əslində buğda istehsalı var və ölkədə əsas strateji məhsul olduğu üçün bir çox fermerlər həm ənənəvi üsul olduğu üçün, həm bu sahəni daha yaxşı bildiyi üçün buğda istehsalına məşğuldurlar. Sadəcə bizdə istehsal olunan buğda qida və birbaşa qidada istifadə oluna biləcək buğdalar arasında keyfiyyət baxımından tam da təmin olunmur. Ona görə Azərbaycanda istehsal olunan buğda daha çox 3-cü, 4-cü sort deyə biləcəyimiz buğdalardır. Əsas qida üçün birbaşa istehlak olunan buğda isə daha çox ixal olunur. Bu sahədə bizim ciddi ixal asıllığımız var və ölkədə valyuta çıxarılması baxımından əsas yerlərdən biri sırf buğda tutur ki, 200 milyon dollara yaxın hər il ölkədən bu istiqamət üzrə valyuta çıxır. Digər əsas istiqamət ölkədə özünü təmin etmədiyi nöqtələrdən biri yağ ərzaq qidası, yağ məhsulu üzrədir. Yağda biz heyvan və bitki mənşəli yağlarda ölkədə yenə də 500 milyon manata yaxın valyuta ölkədən çıxır. Belə deyək ki, Azərbaycanın ümumi idxalı 18 milyarda yaxındır. Burada əsas hissələr, avadanlıqlar, təbii ki, maşın, hansısa bir texnikalar ola bilər. Amma digər əsas parametrlərə düşəndə qida sahəsi üzrə Azərbaycanın yağ, buğda, şəkər, bu tip məhsullarda hələ də ciddi ölkədən valyuta çıxır. Dediyim kimi, yağda biz 500 milyon manata yaxın idxal asıllığımız var. Bu da əsasən kərə yağıdır və bitki mənşəli yağlardır. Digər əsas süd və süd məhsullarında isə bizim ümumi tələbatımızı 80%-ə yaxın ödəyirik. Amma burada da daha çox quru süd gətirilərək yerli istehsal sahələri artırılır. Eləcə də qonşu ölkələrdən, xüsusən də Rusiya və Belarusiyadan süd məhsulları birbaşa idxal olunur.
Özümüzü təmin etmə baxımından daha sonra yaxşı olduğumuz mövqelərdən biri quşçuluq və həm yumurta, həm quş əti istehsalıdır ki, burada da kifayət qədər yaxşı nəticələr var. Azərbaycanda kənd təsərrüfatının vəziyyəti iqtisadi baxımından çox kiçik rəqəm görünə bilər, 5.7%-dir. Amma biz hər zaman təkrarlayırıq ki, Azərbaycan kənd təsərrüfatı ölkəsidir. 5.7% kiçik səslənə bilər, amma qeyri-neft sektorunda bu ciddi paya sahibdir. Kənd təsərrüfatı Azərbaycanda hazırda inkişaf mərhələsindədir. Deyə bilərik ki, 2015-ci ildən sonra kənd təsərrüfatına xüsusi diqqət ayrıldı və ölkədə həm aqroparkların yaranması olsun, həm siyasətin bu mövzuda inkişaf etdirilməsi olsun, həm real hədəflərin qoyulması baxımından ölkə kənd təsərrüfatı sahəsində inkişaf mərhələsinə keçdi. Həmin bu müddətdən sonra ölkədə ixtisaslaşmalar başladı. Azərbaycan bir çox məhsullarda artıq ənənəvi yollarla yox, sırf ixtisaslaşma, özünün rəqabət üstünlüyü olduğu məhsullarda başladı istehsala fokuslamağa. Bunlarda artıq nəticələr var. Məsələn, pambıq Sovet dövründə məşhur bir istiqamət idi və 2010-a qədər olan müddətdə artıq bu azalmağa doğru gedirdi. Hazırda Azərbaycan pambıq məhsulu üzrə 170 milyon dollardan artıq bir məhsul ixrac edir. Eləcə də pomidor düzdür, Azərbaycanda daha əvvəldən məşhur bir ənənəvi sahə idi. Amma bu sahə də, belə deyək, deqradasiya yox, daha çox həm inkişaf və stabillik dövründədir. Başqa bir istiqamət Azərbaycan meyvəçilik sahəsinə daha çox fokuslamağa başladı. Meyvəçilikdə artıq həm şimal rayonlarında, həm cənub rayonlarında, indi gələcəkdə yəqin ki, Qarabağ istiqamətində də meyvəçilik sahəsi inkişaf edəcək. Meyvəçiliyin ümumi açıq sahə əkinlərindən fərqi odur ki, meyvəçilikdə həm fermerin gəliri daha yüksək olur, düzdür, xərclər də burada normal açıq əkin sahəsindən daha yuxarıdır. Məsələn, orta bir nümunə götürsək, 1 hektar əkin sahəsindən buğda və ya arpa bir fermer 3-5 min manat ətrafında bir gəlir əldə edə bilərsə, meyvə sahəsində bu 30-40 min manat ətrafında ola bilər. Düzdür, bunun dediyim kimi xərcləri, ümumi investisiya dəyərləri daha yuxarıdır. Amma ümumi ölkə baxımından götürsək, meyvəçilik sahəsi əlavə dəyər yaratma baxımından ciddi potensiala sahibdir. Meyvəçilikdə Azərbaycanda əsas fındıq, xurma əsas sahəni tutur. Bunlar ikisi birlikdə 250 milyondan yuxarı ixrac potensialına malikdir. Eləcə də şaftalı, ərik və digər çəyirdəkli bitkilərdə Azərbaycan ciddi nəticələr göstərir. Burada əsas problem odur ki, Azərbaycan hələ də bu məhsulları xam mal kimi eksport edir. Həm pambıqda, həm digər bir çox sahələrdə. Amma pambıqçılıq sahəsində son illərdə Azərbaycanda yeni təşəbbüslər var. Artıq Özbəkistanla birlikdə Azərbaycanda pambıq mahlıcı, daha sonra parça istehsalına bağlı artıq layihələr başlayıb. Həm Xan kəndində, həm ölkənin pambıqla məşğul olan Mingəçevir və digər bölgələrində artıq ilkin investisiyalar başlayıb. Yaxında yəqin ki, nəticələr də olacaq. Amma meyvəçilikdə biraz fərqlidir. Bəzən görürsən ki, insanlar müzakirə edir ki, Azərbaycan tutaq ki, meyvəni niyə xam şəkildə ixrac edir, ondan emal edib məhsul əldə edə bilməzmi? Burada belə deyək, apple-to-apple müqayisəsi aparsaq, əslində o meyvələ emal olunmuş meyvə tamamilə fərqlidir. Belə deyək, emal müəssisələrinə daha çox meyvə, 4-cü, 3-cü sort meyvələr tələb olunur və onlar daha çox arzu edirlər ki, bunu 8-12 qəpikdən fermerlərdən götürsünlər. Amma Azərbaycan ixrac etdiyi meyvələrin belə deyək, ortalama qiyməti 1 manat ətrafındadır. Yəni o daha çox süfrəlik meyvədir və bizim bildiyimiz emal xarakterli meyvə deyil ki, biz onu emala yönləndirək, biz oradan daha çox dəyər yarada bilirik. Bu eləcə pomidorda da eyni şəkildədir. Pomidorda da bir çox hallarda görürük ki, insanlar düşünürlər ki, biz 130 milyonluq pomidor, 170 milyon dollarlıq pomidor ixrac edirik, amma biz bunu emal edib tutaq ki, 500 milyon dollara çıxara bilərdik. Amma burada da o pomidorla emal olunmuş pomidor tamamilə fərqli məhsullardır. Bizim Azərbaycanın ixrac etdiyi pomidor daha çox istixana şəraitində istehsal olunmuş və belə deyək, kiloqramı ortalama 1 manat ətrafında olan məhsullardır. Amma konserva və digər emal müəssisələrinin tələb etdiyi məhsul isə kiloqramı 18-20 qəpik olan və açıq tarla şəraitində yerləşən tamamilə fərqli sort pomidorlardır. Yəni bu tamamilə fərqli məhsul olduğu üçün insanlar düşünürlər ki, biz bəzən hətta maraqlı tezislər var ki, biz pomidoru Rusiyaya satırıq 130 milyon, amma Rusiyadan konserv alırıq neçə milyon dollarlıq, biz onu eləyə bilərikmi? Onlar tamamilə fərqli məhsullardır. Ona görə burada biraz daha adekvat olmaq lazımdır.
maraqlı odur ki, bir çox hallarda dünyada bu tip texnologiyaları ilk tətbiq edən özəl şirkətlərdir. Deyə bilərik ki, Azərbaycanda da bayaq dediyim kimi 2016-cı ildən sonra özəl şirkətlər bu sahədə artıq holdinqləşib, korporativləşib, müasir standartlarda idarə olunan və yanaşmalar tətbiq edən özəl şirkətlər var ki, ilk onlar bu yanaşmanı tətbiq edirlər. Amma Azərbaycanda maraqlı odur ki, dövlət də bu yanaşmanın təşviqində xüsusən maraqlıdır. Məsələn, Azərbaycanda son illərdə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə aqrar startaplar başlayır və aqrar dronların istehsalı bu sahədə təşviq olunur. Eləcə də bunun gələcək əsas məqsədi həmin o dronlardan istifadə edərək gübrələmə və suvarma sisteminin həyata keçirilməsidir. Amma Azərbaycanda bu sahə hələ ki dron istifadəsi yenidir, amma müasir texnologiyalardan, süni intellektdən istifadə artıq nəticələri var. Bir çox şirkətlər bunu tətbiq edirlər. Burada bizim istifadə etdiyimiz əsas texnologiyalar nələrdir? Məsələn, dronda dediyim kimi, bəzi şirkətlər dronda gübrələmə, suvarma, eləcə də ərazinin xəritələşdirilməsi, proqnozların həyata keçirilməsi, məsələn, drondan istifadə edərək ərazinin ümumi xəritəsi həyata keçirilir. Daha sonra süni intellekt və böyük data analizi ilə harda xəstəliklərin baş verdiyi, harda suvarmaya daha çox ehtiyac olduğu, harda gübrələmə artıq verilib, digər yerdə əksik verilib, harda gələcək xəstəliklər varsa onların proqnozlaşdırılması baxımından bu datalar istifadə olunur. Bununla bağlı həm Azərbaycanın, həm də idxal etdiyimiz hansısa bir proqram vəsaitləri var ki, şirkətlər bunlardan istifadə edərək öz sistemlərini qururlar. Amma bu daha çox dediyim kimi böyük korporativlər tərəfindən həyata keçirilir. Bundan əlavə Azərbaycanda drondan əlavə süni intellekt və digər texnologiyalardan istifadə olunur. Bu daha çox IoT sistemləridir. IoT Internet of Things-dir. Bunu belə açıqlama deyə bilərik ki, sahələrdə ümumi bir neçə sensorlar quraşdırıla bilər. Bu sensorlardan bəziləri torpağın ümumi münbitliyini, bəziləri ümumi temperaturu, bəzi torpaqda nəmişliyi, bəziləri belə deyək ki, bitkinin qida ehtiyacını, torpağın qida rasionunu ölçür və avtomatik olaraq qərar verir ki, bu bitkiyə və bu sahəyə tutaq ki, bu qədər suya və yaxud da ki, nə hansısa bir qida, gübrə, dərmana ehtiyac var və özü avtomatik də qərar verir ki, o sistemi qoşsun, orada kanallar vasitəsilə, yəni borular vasitəsilə su və gübrə verilə bilər. Azərbaycanda bu da tətbiq olunur. Dövlətin ümumi texnologiya baxımından təşəbbüsləri artıq var. Azərbaycanda suvarma sistemində də bu texnologiyanın tətbiqinə çalışırlar. Dövlət bu sahəni motivasiya etmək üçün öz siyasətini dəyişir. Artıq bilirsiniz ki, Azərbaycanda dövlət həm kənd təsərrüfatı sahəsində həm koordinasiya edici, həm təşviq edici, həm də dəstəkləyici bir funksiya görür. Koordinasiya baxımından ölkə daha çox subsidiyalarla idarə olunur və təşviq olunur fermerlər. Daha əvvəl ümumi subsidiya mexanizmi məhsul üzrə və yığılan məhsul, eləcə də əkilən sahə üzrə verilirsə, son illər artıq bu tip texnologiyalardan istifadə edən fermerlərə daha çox müasir suvarma sistemindən istifadə edən fermerlərə və məhsullara daha çox subsidiya verilir. Eləcə də onların bu texnologiya əldə edilməsi üçün güzəştlərin, kreditlərin daha cazibə olması üçün işlər görülür. Kənd təsərrüfatı iqlimdə iki istiqamətdə iştirak edir. Həm iqlimə neqativ, həm pozitiv təsir edən faktorlardan. Burada əsas istiqamət, neqativ təsirlərdən biri kənd təsərrüfatının ciddi şəkildə su potensialından istifadə etməsidir. Belə ki, Azərbaycanda deyə bilərik ki, şirin su ehtiyatlarının 70% kənd təsərrüfatı sahələrinin suvarılmasında istifadə olunur və Azərbaycan su baxımından kasıb olan ölkələrdən biridir və Azərbaycanın su ehtiyatlarının 70%-i transsərhəd çaylarından, yəni mənbəyini xarici ölkələrdən götürülən çaylardan istifadə olunur. Bu cəhətdən Azərbaycanda suvarma ilə bağlı kənd təsərrüfatı iqlimə ciddi təsir eləyir. Eləcə də Azərbaycanda kənd təsərrüfatı daha çox Sovet dövründən qalma suvarma kanalları və ənənəvi üsullarla, selləmə üsullarla istifadə etdiyi üçün torpaqların şoranlaşmasına neqativ təsir göstərir. Bu baxımdan Azərbaycan növbəti illərdə əsas atmalı olduğu addımlardan biri mümkün olan yerlərdə suvarma kanallarının inkişaf etdirilməsi, onların belə açıq torpaq sahələrindən deyil, qapalı şəraitdə fermerlərə təhvil verilməsi, eyni şəkildə fermerlərin ümumi düşüncə tərzinin dəyişdirilməsi ola bilər ki, hazırda fermerlər selləmə suvarma sisteminin ucuz olduğunu düşünürlər və bu yeni investisiya qoyuluşunda və yaxud da ki, bu tip müasir suvarma sistemlərinin qurulmasında çox da maraq göstərmirlər. Düzdür, təbii ki, burada böyük vəsait tələb edir.
Amma daha çox başa düşülməli olan mövqe odur ki, suvarma sistemi nə qədər müasir olarsa, damcı suvarma sistemi və digər suvarma sistemləri, çiləmə suvarma sistemlərinə tətbiq olunarsa, bu həm torpağın şoranlaşmasının qarşısını ala bilir, daha çox fermer hər il kifayət qədər torpaq deqradasiya olmadan əkinlə davam etdirə bilir, həm də ki, ümumi məhsuldarlığını artıra bilir. Yəni ona görə kənd təsərrüfatında bu tip təşəbbüslər dövlət tərəfindən də bu artıq müasir suvarma sistemində istifadə olunan fermerlərə daha çox subsidiyanın ayrılmasına yön göstərilir. Azərbaycanda əslində kənd təsərrüfatının ən böyük problemlərdən biri kadr çatışmazlığına bağlıdır. Belə ki, Azərbaycanda əslində kənd təsərrüfatı istiqamətində fəaliyyət göstərən universitetlər, ixtisaslar var. Amma onların bir çoxu kadr kimi inkişaf etdirməkdə çox da maraq göstərmirlər. Mənim şəxsi düşüncəmə görə bu ümumi sektorun cazibliyi ilə bağlıdır. Ümumi sektor gənclərə bir çox hallarda cazib görünmür. Çünki onlar düşünürlər ki, kənd təsərrüfatı daha çox ənənəvi vasitələrləndir, daha çox belə fiziki əmək cəlb eləyir. Amma bugün kənd təsərrüfatı daha çox texnologiyadan istifadə edən, daha çox avtomatlaşdırmaya önəm göstərən, daha çox data analitikasına məşğul olan sahələrdən biridir. Ona görə də bu sahənin cazibliyinin olması gənclərin bu sahəyə marağını artıracaq. Çünki Azərbaycanda gənclər və ümumi əhali kənd təsərrüfatını dediyim kimi daha çox ənənəvi üsullarda görürlər və statistikaya da baxanda kənd təsərrüfatında çalışan əhali ümumi əmək haqqı fondunun 40% aşağısında vəsait qazana bilirlər. Yəni o da bu sahənin maddi baxımdan gəlirli olmadığını göstərir. Amma son illər Azərbaycanda müasir şirkətlərin yaranması bu sahəyə cazibliyi artırır. Azərbaycanda artıq bu istiqamətdə də yüksək rəqabət qabiliyyətli şirkətlər var. Əmək fondu yaranıb və ciddi şəkildə mütəxəssis heyətinə ehtiyac var. Dövlətin bu sahədə gördüyü işlərdən əsas biri həm dövlətin, həm özəl şirkətlərin və yaxud da institutların fəaliyyəti bu sahədə şirkətlərlə, özəl şirkətlərlə birbaşa əməkdaşlıqlarıdır ki, ümumi gələcək tələbləri öyrənə bilirlər. Məsələn, şirkətlərlə nə qədər çox ünsiyyətdə olsalar, onların gələcək kadr ehtiyaclarını öyrənə bilərlər. Belə deyək ki, hansısa bir şirkət 2 ildən sonra hansısa bir layihəsi var ki, müəyyən bir miqdarda, böyük bir həcmdə hansısa bir məhsul istehsalına başlayacaq və ya hansısa bir emal müəssisəsi quracaq. Hazırda baxanda ölkədə bu ilə bağlı ixtisaslı kadr görmür. Amma universitetlər və bu tip dövlət qurumları bu şirkətdə nə qədər çox ünsiyyətdə olsalar, onların tələblərini öyrənib, onlara uyğun kadr hazırlamasına dəstək göstərə bilərlər. Azərbaycanda bu sahədə təhsil baxımından həm Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti, həm də ki, son illər fəaliyyətə başlamış ADA Universiteti və Bologna Universitetinin birgə proqramı olan İtaliya-Azərbaycan Universitetidir ki, bu sahədə də kadrların hazırlanmasında fəaliyyət göstərəcəklər. Və onlar, belə deyim ki, onlar da öz yanaşmalarını dəyişirlər, şirkətlərlə ciddi ünsiyyətdədirlər, ortaq proqramlar həyata keçirirlər. Gənclərin bu sahəyə marağının yaranması məncə məlumatsızlıqdandır. Başlanğıcda dediyim kimi, gənclər düşünürlər ki, kənd təsərrüfatında gəlib onlar hansısa bir daha belə maaşı aşağı olan hansısa bir işlərdə fəaliyyət göstərəcəklər. Amma daha çox araşdırma etsələr görərlər ki, həqiqətən də bugün kənd təsərrüfatı sahəsində, xüsusən də texniki cəhətdən olan aqronomlar, zootexniklər ciddi maaşlar da əldə edə bilirlər, ciddi rəqabət qabiliyyətləri var ki, onlar çünki unikal kadrlardır, onları əvəz etmək çətindir. Və eləcə də onların istifadə etdiyi daha çox fiziki əməkdən daha çox texnologiyanın istifadə edilməsidir. Ümumi böyük bir ərazilərdə bu sistemlərin koordinasiyasını həyata keçirməkdir. Ona görə də mən düşünürəm ki, gənclər bu sahədə daha çox araşdırma etsələr, həmən o cazibliyi görəcəklər.